Sətirlər və sütunlar üzərində elementləri rahat şəkildə yerləşdirmək üçün CSS-də grid xüsusiyyətindən istifadə olunur. Dərsdən əvvəl ContainerDB içərisində 9 paraqrafı bu şəkildə yazmışam və style.css-də bunlara CSS özəlliklərini bu şəkildə qeyd etmişəm. Və ContainerDB içərisinə display grid yazdığım zaman artıq bütün paraqraflarda grid xüsusiyyətinə malik olmuş olurlar. Inspect tabına gəlirəm. Elementsdə baxın ContainerDB-nin yanında grid özəlliyi vardır. Buna tıkladığım zaman baxın hər bir paraqrafın grid xüsusiyyətinə malik olduğunu bu şəkildə görmüş ola bilərik. İndi gəlib burada sütunlara görə bölmək istəsəm grid template kolumdan istifadə edirəm. Bura 150 piksel yazıram. Baxın hər bir paraqrafım 150 piksellik tək sətirdə gəlmiş oldu. Ancaq mən gəlib ikinci sütun da əlavə etmək istəsəm, misal 250 piksellik ikinci sütun əlavə etmək istəsəm, bu şəkildə görünmüş olacaqdır. Və yaxud da gəlirəm 50 piksellik üçüncü sütunu əlavə edirəm bu şəkildə və dördüncü sütunda əlavə etmək istəsəm yenə 50 piksellik, baxın bu şəkildə gəlmiş olacaqdır. Hətta ekranı böyüdürəm. Inspect tabında baxın burada sütunlar da bu şəkildə gəlmiş oldu. Birinci sütun, ikinci sütun, 3, 4 və 5-ci sütuna qədər belə bir görüntünü almış olacaq. Sətirlər də 1, 2, 3 və 4-cü sətrə qədər bu şəkildə gəlmiş oldu. İndi bu rəqəmlər nə işə yarayacaq? Birazdan göstərəcəm. Gəlirəm burada 150 pikseldən sonra auto yazsam. Baxın ikinci sütundakı elementlərimi, yəni paraqraflarımı bu şəkildə genişlik verərək artırmış olacaqdır. Və yaxud da ki, gəlib burada auto bir daha yazsam, artıq üçüncü sütuna da bərabər şəkildə genişliyi bu şəkildə paylaşacaqdır. Yəni birinci sütundakı paraqraflar 150 piksel şəklində gəldi. İkinci və üçüncü paraqraflarımı isə genişliyi artıq browser özü təyin etmiş oldu. Ancaq misal 50 piksel yazdığım zaman baxın 50 piksellik bu şəkildə genişlik almış olacaqdır. Və ya hamısına auto yazsam, auto və auto yazdığım zaman bu şəkildə bərabər səviyyədə bölmüş olacaqdır. Bunları mən faizlə də qeyd edə bilərəm. Gəlib burada 25% yazdığım zaman səhifənin 25%-ni əhatə edə biləcək şəkildə genişliyi almış olacaqdır. Və yaxud da ki 25, 25, 50% yazdığım zaman üzr istəyirəm. Burada vergül olmayacaq. Bu şəkildə 50%lik və yəni birinci və ikinci sütundakı paraqraflar 25%, sonuncu, yəni üçüncü sütundakı paraqraflar isə 50%lik genişliyə malik olmuş olacaqdır. Ancaq mən bunu daha fərqli üsulla da yaza bilərəm. Gəlib burada grid template koluma repeat, yəni 3 dəfə tutalım ki, təkrarlanmağını istəyirəm. 250 piksellik. Bu nə deməkdir? Yəni 3 sütun təkrarlansın və hər bir sütuna da 250 piksel vermiş olsun. Və yaxud da ki, gəlib burada 4 yazsam, hər birini 4 sütuna böləcək və 250 piksellik bu şəkildə yazmış olacaqdır. Daha sonra autoya bənzər fraksiyalar da vardır ki, bu fraksiyalarda yəni pay deməkdir. Tutalım ki, bir fraksiya yazıram və 2 fraksiya yazıram. Bir fraksiya yazdığım zaman belə bir genişliyə sahib olmuş olacaqdır. Yəni bir pay götürmüş olacaq özünə birinci sütun. Ancaq ikinci sütun özünə 2 pay götürmüş olacaq və bu şəkildə genişliyə sahib olmuş olacaqdır. Auto ilə fərqi ondan ibarətdir ki, auto yazdığım zaman qarşısına hər hansısa bir rəqəm yaza bilmirdik. Yəni bu şəkildə rəqəm səhv anlayış olur CSS-də. Ona görə də autodan biraz daha üstün fraksiyadır
bu fraksiyaları yazdığımız zaman belə bir görüntünü almış olacaq. Və hətta gəlib burada 3 fraksiya dediyim zaman baxın artıq 3-cü sütun digər sütunlardan daha geniş görünmüş olacaqdır. Sütunlar yəqin ki aydın oldu. İndi sütunlar bu şəkildə qalsın. Hər biri bir fraksiya kimi qalsın. Və gəlib burada grid template row yazıram. Baxın bunun da, yəni gridin də flexdən fərqi ondan ibarətdir ki, həm sütunlarla, həm də ki sətirlərlə bu şəkildə istifadə edə bilirəm. Ancaq flexdə ya sətirlərdən ya da ki sütunlardan istifadə olunurdu. Yəni real layihələrdə hər ikisindən də istifadə olunur. Gəlib burada grid template row-ya 250 piksel yazdığım zaman bunu bağlayıram. Baxın birinci sətirdəki belə deyək, paragraflarım 250 piksellik gəlmiş oldu. Ancaq burada ikinci sətrə də gəlib 350 piksel yazsam, bu şəkildə 350 piksellik görüntüyə malik olmuş olacaqdır. Fraksiya ilə qeyd etdiyimiz zaman bir fraksiya, 2 fraksiya yazsam, belə bir görüntünü alacaq. 3 fraksiya yazıram bunda. Yəni 3 pay 3-cü sətirdə, 2 pay 2-ci sətirdə, 1 pay isə 1-ci sətrə bu şəkildə gəlmiş olacaqdır. Daha sonra buna repeat də yaza bilərəm. Repeat 3 sətir 150 piksel olaraq paylansın. Baxın bu şəkildə hündürlüyə malik olmuş olacaqdılar. Daha sonra paragraflar arasındakı məsafəni, misal bunları yormalıam və bunları da yormalıam. Daha sonra hətta bunlar bu şəkildə gəlsin. Kodlarımızı səliqəli hala salaq. Aha, bu şəkildə gəldi. Paragraflar arasındakı məsafəni vermək istəsəm, gəlib burada qap 10 piksel yazıram. Hər bir paragrafa 10 piksellik boşluq vermiş oldu. Əgər mən gəlib burada qap deyil də sütuna görə boşluq yazmaq istəsəm, bu şəkildə 10 piksellik hər bir sütuna görə belə bir boşluq yazacaqdır və yaxud da ki row qap yazdığım zaman sətirlərlə belə bir boşluğu vermiş olacaqdır. Başlanğıc nöqtəsini təyin etmək üçün tutalım ki birinci paragrafım ikinci paragrafdan başlasın və bu şəkildə ardıcıllıqla davam etsin. Bunu etmək istəyirəmsə, gəlirəm burada box 1 paragrafıma enter və yaxud da ki first child yazaq və gəlib burada grid column start yazsam və buna 2 yazıram. Baxın 2 yazdığım zaman indi rəqəmlərin nə işə yaradığını burada sizə göstərmiş olum. 2 yazdığım zaman birinci paragrafım 2-dən başladı. Və bu şəkildə ardıcıl olaraq davam etmiş oldu. Əgər mən 3-cü sütundan başlamağını istəyirəmsə, 3 yazıram bura. Və gəldi 3-cü sütundan başlamış oldu. Və ya eyni qaydada gəlib burada row yazsam, baxın birinci paragrafım, bunu bağlayıram. Birinci paragrafım 3-cü sətirdən başlamış oldu. Ancaq burada sıralama olaraq düzgün gəlməyəcəkdir. Sadəcə paragrafın yerini dəyişmiş olacaqdır. Yəni birinci paragrafı 3-cü sətrə atmış oldu. Gəlib burada 2 yazsam, baxın ikinci sətrə atmış olacaqdır. Ancaq yenə də dediyim kimi sıralama düzgün şəkildə gəlməyəcəkdir. Və başdan 2, 3, 4 kimi gələcəkdir. 1 isə 4-ün yerinə keçmiş olduğuna görə bu şəkildə düzgün sıralanmamış olacaqdır. Deyək ki bura grid column start 3 yazsam, 3-cü sütuna və 2-ci sətrə bu şəkildə gəlmiş olacaqdır. Bu birinci paragrafım. Bunu yormalıam və gəlib burada buna 2 verirəm. Yəni ikinci sütundan başlasın birinci paragrafım. Və grid column end yazdığım zaman
həmin gridi buradan açsaq, bu şəkildə grid column end yazdığım zaman neçə sütunu əhatə edəcəyini qeyd edirik. Gəlib burada 3 yazsam, bu 3'dür, 4 yazsam, baxın burada birinci paragrafım 4 sütuna qədər olan sahəni əhatə etmiş oldu və bu şəkildə ardıcıl düzülmüş olacaqdır. Yəni birinci paragrafın 4 sütunu əhatə etməyini bu şəkildə göstərmiş oldu. Bunları qısa olaraq belə də yaza bilərik. Gəlib burada grid column 1/5 kimi yazsam, birinci paragraf 5-ci sütuna qədər bu şəkildə sahəni əhatə etdi və ardıcıl olaraq sıralanmış oldu. Və ya gəlib burada 2 yazsam, bu 2-yə qədərdir. 3 yazsam, 3-cü sütuna qədər sahəni əhatə etmiş olacaqdır. Gəlib burada gridi açdığım zaman, baxın 3-cü sütuna qədər birinci paragrafım gəldi və daha sonra yenidən ardıcıl olaraq belə bir görüntünü almış olacaqdır. İndi span özəlliyi də vardır ki, bunu mən bu şəkildə göstərim sizə. Span 3 yazdığım zaman, gəlib kodlarımı səliqəli hala salıram. Baxın, span 3 yazdığım zaman hər bir paragrafım 3 sütunu əhatə etdiyinə görə birinci paragrafım 3 sütunun genişliyini bu şəkildə əhatə edəcəkdir və ardıcıl olaraq altdan bu şəkildə sıralanmış olacaqdır. Yəni mən spanı yazmadığım zaman sütunlara görə bölmüş olacaqdır və birinci paragrafım 3-cü sütuna qədər genişliyi əhatə edəcəkdir. Ancaq inspect tabını açıram. İkinci paragrafım 4-cü sütunda olduğuna görə baxın buradan başlamış olacaqdır. Span ilə yazdığım zaman bu şəkildə görüntü alacaq. Spansız yazdığım zaman isə belə bir görüntünü almış olacaq. Eyni qayda ilə bunu row-ya da tətbiq edə bilirik. Gəlib burada birinci sütundan başlasın. 3-cü sütuna qədər olan sahəni əhatə etmiş olsun. Ancaq mən gəlib span yazdığım zaman, baxın artıq hər bir paragrafım əvvəl necə düzülmüşdüsə, yəni bunu yoruma alıram. Əvvəl 3 sətir olaraq düzülmüşdüsə, 3 sətir də bu şəkildə əhatə edəcəkdir və belə bir görüntünü almış olacaqdır. Bu yazdıqlarımı bir də sadə şəkildə yazsam, grid araya yazıram. Birinci sətirdən başlasın, ikinci sütunda bitsin, daha sonra 3-cü sətirdən başlasın və 4-cü sətirdə də bitmiş olsun. Və baxırıq, birinci paragrafım birinci sətirdən başladı və ikinci sütunda bitmiş oldu. Yəni bura keçmiş olacaqdır birinci paragrafım və 3 sətri bu şəkildə əhatə etdi. Daha sonra inspect tabını açıram və baxın burada birinci paragrafda 3-cü sətirdən başlayıb və 4-cü sətrə qədər olan genişliyi əhatə etsin dedim və bu şəkildə genişliyə sahib olmuş olacaqdır. Və mən bu gridi bağlayıram, inspect tabını da bağlayıram və bu şəkildə görüntünü almış olacaq. Bir daha təkrar edək. Paragraf 1-im birinci sətirdə və ikinci sütunda bu şəkildə dayansın və 3-cü sətirdən başlayaraq 4-cü sütuna qədər olan genişliyi əhatə etmiş olsun və belə bir görüntü ilə qarşılaşmış olacaq. Bu dərsimizdən də bu qədər. Ümidvaram grid mövzusunu da tam aydın başa düşdük. Əgər hər hansısa bir suallarınız varsa, YouTube, Facebook, Instagram, TikTok kimi platformalarda bizə suallarınızı verə bilərsiniz. Bu dərsimizdən də bu qədər. Gələn növbət dərslərdə görüşənə qədər hələlik.